Salam dostlar, bugünkü mövzumuz bizim volatili haqqındadır. Deməli, volatili iki funksiyadan ibarətdir. Bazar strukturuna görə bu təmiz volatiliyə və çirkli volatiliyə bölünür. Ölçüsü və həcm baxımından isə bu yüksək volatiliyə, bir də aşağı volatiliyə bölünür. Yəni bu terminlərin üzərindən işləyək, mən sizə izah edeyim. Gördüyünüz məsəl üçün bu volatili testlər volatilidir. Bu çox və ən axmaq volatililərdən biridir. Ona görə də belə volatildən olmaq lazımdır. Çünki siz bu vəziyyətdə istər lonqa girsəz, istər shortda girsəz, bu testləri kimi doğrayacaq, qoyacaq orada. Yəni proqnozundan asılı olmayaraq buradan heç nə götürə bilməyəcəksiniz, ancaq stopla çıxacaqsınız. Belə bir səviyyə tərtib volatil olanda siz hökmən gözləməlisiniz. Qiymət ya belə bu qaydada gördüyünüz kimi səviyyənin altına ensin, burada formalaşsın, yaxud da səviyyənin üstündə formalaşsın. Heç qaydada bunu yəni gözləməlisiniz. Bunu gözləməsəz, bu buradakı vəziyyət sizi paramparça edəcək və stoplarınızı bir-bir əlinizdən alacaqdır. Gəlin keçək digər məsələyə. Yüksək volatilli və çirkli bazarda o nədir? Onu izah edim sizə. Bir də təmiz trenddə olan aşağı və yüksək volatilli göstərdim sizə. Deyək ki, məsəl üçün buradakı volatillik çox gözəl volatillikdir əslində. Belə bir volatillik, belə hərəkəti götürməyə hər zaman çalışın. Burada gördüyünüz kimi düpbədüz gedən həm təmiz bazarda aşağı volatillikdir, həm də təmiz bazarda yüksək volatillikdir. Bu gözəl volatillikdə hər zaman belə hərəkətlər etməyə çalışın. Bir də var ki, dişli volatillik var. Bu da həmçinin yəni gördüyünüz kimi bu aşağı enən trenddə təmiz yüksək volatillikdir. Aşağı yox, yüksək volatillikdir, amma gözəl volatillikdir. Belə volatillikdə yəni güclü hərəkət götürmək olur. Bundan istifadə edə bilərsiniz. Bu da çox vacibdir. Ən pis volatillik də bundan ibarətdir. Baxın, bu hissədən ibarətdir. Qoymuşsunuz üçün böyüdüm, buna da baxasınız. Niyə bu ən pis volatillikdir? Çünki burada adamı kəsib doğrayırlar. Yəni siz hərəkəti həqiqətən də bilsəz, tutaq ki də deyək ki, burada bir səviyyə var. Burada bir səviyyə var, düzdürmü? Və siz burada səviyyəni açırsınız. Qiymət görürsünüz, gedir aşağı, risk qalxır yuxarı. Gedir aşağı, risk qalxır yuxarı. Yəni siz burada stopunuzu seçib hansısa bir break even point-a qoymaq istəsəz, o sizi yəni vurub çıxardacaqdır. Ona görə belə bir volatillik, axmaq volatillik deyil. Çalışın belə volatillikdən özünüzü qaçırdın və ya nə qədər gözəl giriş nəticəsi olsa da, yəni emosiyalara qapılıb belə hərəkətlərə çalışın girməyin. Çünki belə bir hərəkətdə trenddə, yəni trend var, görürsünüz aşağı doğru gedir, amma yəni hərəkət götürmək çox çətindir. Gördüyünüz kimi belə bir volatillər də var. Bunlar yəni gözəl yüksək volatillikdir. Bunu götürə bilərsiniz. Burada yəni hər zaman hərəkət etmək olur. Və ən əsasda dediyim kimi də bu çox təhlükəli volatillikdir. Buradan özünüzü qoruyun. Bu da çünki biz əgər səviyyəni istismar edirsinizsə, burada istəsə long girin, istəsə short girin, yəni sizi məhv edəcəkdir. Bugünkü mövzumuz bundan ibarət idi. Hər zaman çalışın, yəni volatilliyi iki yerə bölün. Təmiz bazarda olan yüksək volatilliyi, bir də aşağı volatilliyi seçib elə treydinizi eləyin. Çirkli bazardan və testlər kimi volatillikdən qaçın özünüzü.